Salam uşaqlar, hər vaxtınız xeyir olsun. İndiki dərsimiz istilik effektidir. İstilik effektini başa düşmək üçün birinci kimyəvi reaksiyaların tiplərindən danışaq. Digər dərslərdə də bunlardan danışmışıq, amma indi yenə deyək. Kimyəvi reaksiya necə baş verir, nə zaman axıra qədər gedir, axıra getməsi üçün reaksiyalar necə yazırıq? Bunlar haqqında dönən, dönməyən reaksiyalar tarazlıq dərsində daha ətraflı izah olunur. Sadəcə bura aydındır. Nə var? Bunlardan izah eləyək. Kimyəvi reaksiya. Ümumiyyətcə kimyəvi reaksiya nə deməkdir? Məsələn, yazıram ki, hidrogen, üstəgəl oksigen, əmələ gəlir su. Burada kimyəvi işarələr var da. Götürülən kütlə əmələ gələn kütləyə bərabərdir də. Yəni, belə deyək də, 2 oksigen var, 2 oksigen, 4 hidrogen, 4 hidrogen. Yəni, bu kimyəvi reaksiya və ya kimyəvi tənlik nədir? Kimyəvi işarələr, indekslər və əmsallar vasitəsilə maddə tərkibinin şərti yazılışına kimyəvi reaksiya və ya kimyəvi tənlik deyilir. Kimyəvi reaksiyanın oxundan sol tərəfdə başlanğıc maddələr və ya reagentlər yerləşir, sağ tərəfdə isə məhsul yerləşir. Reagentlərin əmsalları cəmi neçədir? 3, məhsulun əmsalı neçədir? 2. Bunlar haqqında biz keçmişik. Reaksiyalar dönən və dönməyən olur. Bunları biz daha sonra keçəcəyik. Burada da qısaca deyək. Yalnız bir istiqamətdə gedən reaksiya dönməyən reaksiyadır. 2 istiqamətdə gedən reaksiya isə dönən reaksiya adlanır. Reaksiya nə zaman axıra qədər gedir? Reaksiya zamanı ya bərk maddə, ya maye halında olan maddə, ya da qaz əmələ gəlirsə, bu zaman reaksiya axıra qədər gedir deməkdir. İndi kimyəvi reaksiyanın tiplərindən danışırıq. Kimyəvi reaksiyanın 4 tipi var. Birləşmə reaksiyası, parçalanma reaksiyası, 3 əvəz etmə, bir də dəyişmə və ya mübadilə reaksiyası. Birləşmə reaksiyası adından görünür. 2 və daha artıq maddədən ibarət olan sistemə birləşmə reaksiyası deyilir. Yəni, hidrogen üstəgəl oksigen əmələ gəlir su. Fikir verin, 2 maddə idi, birləşdi, yeni bir maddə əmələ gəldi. Əlbəttə ki, birləşmədir. Və yaxud NO2 üstəgəl oksigen üstəgəl su. Əmələ gəlir nitrat turşusu. Bunları sonra keçəcəyik. Sadəcə biz demirəm reaksiyaları hələ ki əzbərləyək. Hələ ki biləcəyimiz nədir? Oxdan sağda yalnız bircə dənə maddə alınır. 2 və daha artıq maddə reaksiyaya daxil olub, sonda yeni bir maddə əmələ gəlirsə, buna birləşmə reaksiyası deyilir. Birləşmə reaksiyasında oxdan sol tərəfdə 2 və daha artıq maddə iştirak eləyir, amma oxdan sağ tərəfdə hökmən bir maddə olur. Birləşmə reaksiyalarında, deməli, səs başıma düşdü. Birləşmə reaksiyalarında harda qalmışdıq? Məhsul hökmən mürəkkəb olmalıdır. Sağ tərəfdəki maddə hökmən mürəkkəb olmalıdır. Amma başlanğıc maddələr bəsit də ola bilər, mürəkkəb də ola bilər. Birləşmə reaksiyasında yalnız məhsul mürəkkəb maddə olur. Parçalanma reaksiyası dilimizdə deyirik ki, məsələn, parçala, suyu parçalayım. Nə alınır? Hidrogen üstəgəl oksigen və ya nitrat turşusunu parçala. Nə alınır? NO2 üstəgəl oksigen üstəgəl su. Yəni, parçalanma reaksiyası nədir? Bir maddədən 2 maddə də alına bilər, 3 maddə də alına bilər. Cümləni belə deyirik. Bir maddədən 2 və daha artıq maddənin əmələ gəlməsi ilə gedən reaksiyalara parçalanma reaksiyası deyilir. Parçalanma reaksiyalarında oxdan solda yalnız bir maddə olur. Birləşmənin tam əksi. Birləşmədə sağda bir maddə olur, parçalanmada solda bir maddə olur ki, biz bu maddəni parçalayaq. Amma sağda bir neçə maddə olur. Parçalanma reaksiyalarında başlanğıc maddə, yəni oxdan sol tərəfdəki hökmən mürəkkəb olmalıdır. Mürəkkəb olsun ki, biz onu parçalayaq da. Amma məhsullarımız bəsit də ola bilər. Baxın, mürəkkəb də ola bilər. Bəsit və ya mürəkkəb ola bilər. Əvəz etmə reaksiyası bəsit və mürəkkəb maddə arasında gedən reaksiyada yeni bəsit və mürəkkəb maddə əmələ gəlirsə, buna əvəz etmə reaksiyası deyilir. Bəsit və mürəkkəb girib yeni bəsit və mürəkkəb alınır. Fikir verin, bəsit maddədir. Mürəkkəblə girəndə hidrogen çıxır, hidrogeni dəmir əvəz eləyir. Dəmirlə xlor birləşir. Dəmir 2 xlorid və hidrogen. Dəmir təkcə xlorla girəndə, məsələn, sonralar keçəcək, yeni hər dəfə deyim, yadda qalsın. Dəmir xlorla girəndə dəmirin 3 valentli birləşməsi əmələ gəlir. Amma H xlorla girəndə dəmirin 2 valentli birləşməsi əmələ gəlir. Əvəz etmə reaksiyalarında bəsit və mürəkkəb maddə girib yeni bəsit və yeni mürəkkəb maddə alınırsa, bu əvəz etmə reaksiyasıdır. Amma elə əvəz etmə reaksiyalar var ki, məsələn, kalsium karbonat üstəgəl silisium 4 oksid.
Baxın, karbon qazı çıxır, silisium 4 oksid onu əvəz eləyir. Buradan karbon qazı çıxır, yerdə qaldı kalsium, silisium, O2, bir dənə də oksigen buradan var. Kalsium silikat. Baxın, bütün əvəz etmə reaksiyalarında bəsit və mürəkkəb girib, bəsit və mürəkkəb alınır. Amma imenli bu əvəz etməni öyrənəsiz ki, bu iki mürəkkəb girib, heç bəsit və mürəkkəb girməyib də, iki mürəkkəb də alınıb. Bu da əvəz etmə reaksiyasıdır. Qalan bütün əvəz etmələrdə demək olar ki, bəsit və mürəkkəb iştirak eləyir. Dəyişmə reaksiyaları nədir? İki mürəkkəb maddə reaksiyaya girib. Yeni iki mürəkkəb maddə əmələ gəlirsə, buna dəyişmə və ya mübadilə reaksiyaları deyilir. Riyaziyyatda belə bir şey bilirik. Kənar hədlər hasili orta hədlər hasilinə bərabərdir. Yəni kənarlar bir birləşəcək. Kalsiumla xlor birləşəndə kalsiumun 2 valentli olduğunu bilirəm. Bura 2 yazacağım valentli dərsindən. Amma xlorun da buradan görürəm 1 valentlidir. Xlorun da 1 valentli olduğunu görürük. Və hidrogenlə oksigen də birləşəndə əmələ gəlir su. Yəni kənarlar bir, ortalar bir prinsipi ilə gedirsə, buna dəyişmə və ya mübadilə reaksiyaları deyilir. Bütün dəyişmə və ya mübadilə reaksiyalarında iki mürəkkəb maddə girir, yeni iki mürəkkəb maddə əmələ gəlir. Amma yalnız metal hidridlərinin su ilə olan dəyişmə reaksiyasında bu da dəyişmədir ha. İki mürəkkəb girsə də bir bəsit bir mürəkkəb alınır. Baxın, kənarlar bir, natriumla OH birləşər. Natrium OH alınır. Üstəgəl hidrogenlə hidrogen birləşər, ortalar bir. Yəni bu prinsip üzrə gedirsə, kənarlar bir, ortalar bir birləşirsə, bu dəyişmə və ya mübadilə reaksiyasıdır. Kimyəvi reaksiyalar tərkibinə görə homogen və heterogen olmaqla iki yerə bölünürlər. Yəni homogen, heterogen nədir? Bunun haqqında sürət dərsində də danışmışıq. Məsələn, yazıram ki, hidrogen, üstəgəl, oksigen. Əgər ikisi də qazdır, qaz-qaz reaksiyaya giribsə, bu homogen reaksiyadır. Amma hidrogen üstəgəl karbon axı bərkdir, kömürün əsas tərkib hissəsidir. Bərklə qaz girirsə, bu heterogen reaksiyadır. Kimyəvi reaksiyaların tərkibi iki üsulla öyrənilir. Analiz və sintez üsulları ilə. Analiz, qanınızı aparıb verirsiniz ki, analiz eləyirlər. Yəni parçalayırlar, görüm qanın tərkibində nə var. Sintez odur ki, sintez istehsal eləyir. Sintez birləşmə deməkdir. Analiz isə parçalanma deməkdir. Məsələn, bizə deyir ki, suyun sintez reaksiyasını yaz, suyun analiz reaksiyasını yaz. Mən də deyirəm ki, hidrogen üstəgəl oksigen alınır su. Axı bu birləşmədir. Deməli, bu suyun sintez reaksiyasıdır. Sintez. İndi deyirəm ki, suyun analiz reaksiyasını yaz. Yəni, suyu sən analiz elə. Yəni, parçala görüm suyun tərkibində nələr var. Baxın, bu suyun analizi deməkdir. Analiz parçalanmadır. Sintez isə birləşmə deməkdir. Bu kimyəvi reaksiyanın tipləri. Biz bu tiplərini bilək, ondan sonra keçirik istilik effektinə. İstilik effekti nədir? İstiliyin ayrılması və ya udulması ilə baş verən reaksiyalara istilik effekti deyilir. Elə reaksiyalar var ki, o reaksiyaların baş verməsi üçün biz ona istilik verməliyik. Elə reaksiyalar var ki, biz ona istilik vermirik. O bizə istilik verir. Yəni istilik ayırır xaricə. Demək ki, ayrılan və ya udulan istilik miqdarlarına istilik effekti deyilir. İstilik effektinin işarəsi Q ilə işarə edilir. İstilik effektinin işarəsi Q ilə işarə edilir. Necə ki, maddə miqdarınki nödür, kütləninki M-dir, qatılıq budur, C-dir, S sahədir, V sürətdir, V həcmdir, yəni nələri istifadə edəcək, T zamandır və s. Bunu da bilək ki, deməli, ayrılan və ya udulan istilik miqdarları istilik effekti adlanır və Q ilə işarə edilir. İndi məsələn, ayrılan və ya udulan istilik miqdarı bunu necə başa düşək? Birincisi onu deyək ki, istilik effekti baxımından reaksiyalar iki yerə bölünür. Ekzotermik reaksiyalar, endotermik reaksiyalardır. Elə reaksiyalar var ki, o reaksiyalar baş verən zaman biz ona istilik vermirik. Sadəcə o bizə istilik verir. Yəni istilik ayırır xaricə. İstiliyin ayrılması baş verirsə, belə reaksiyalara eksotermik reaksiya deyilir. Ekso xaricə deməkdir. İstilik ayrılır da, təbii ki, ayrılan xarici ayrılar da. Ekso xaricə deməkdir və müsbət Q ilə işarə edilir. Bir də deyirəm, istilik ayrılması ilə baş verən reaksiya tənliklərinə eksotermik reaksiyalar deyilir. Ekso xaricə istilik ayrılır və müsbət Q ilə işarə edilir.
İstilik effektinin vahidi dedik ki nə işarə edilir? Vahidi kilojoule və ya kilokalori ilə ifadə edilir. Məsələn, maddə miqdarı vahidi moldur. Qatılığın vahidi yadınıza salaq. Düzdür, bunu sürətdə keçəcək. Qoy bunlar qalsın. Sürət dərsində izah eləmişəm bunu. Sürət bu dərsin sonradır. Hələ ki keçdiyimiz istilik effektinin vahidi kilojouldur, kilokaloridir. Maddə miqdarının vahidi moldur. Bunu sadəcə təkrar kimi dedik. Endo, d hərfini görürsünüzmü? Daxilə deməkdir. Yəni daxilə istiliyə ayrılmır ki, istiliyin udulması ilə, burada da d var, istiliyin udulması ilə baş verən reaksiya tənliyinə endotermik reaksiyalar deyilir. Endo daxilə deməkdir. Daxilinə biz bunun istiliyi veririk. O məndən istiliyi udur. Mən sistemə istiliyi verirəmsə, yəni onun daxilinə istiliyi verirəm də, istiliyi məndən udur. Udulursa bu endotermik reaksiyadır. Yox, mən ona istiliyi vermirəm. O mənə xarici istiliyi ayırırsa, bu eksotermik reaksiyadır. Endotermik reaksiya mənfi Q ilə işarə edilir. Eksotermik reaksiyalara baxın, əzbər bu qaydanı bilməliyik. Bütün harda görsəz, bütün birləşmə reaksiyalarının hamısı, bütün yanma reaksiyalarının hamısı eksotermik reaksiyalardır. İndi hansı 2 dənə istisnamız var deyəcəm. Bütün birləşmələr əgər eksotermikdirsə, belə çıxır ki, bütün parçalanma reaksiyaları hamısı endotermikdir. Təbii ki, bunda istisnası var. Məsələn, yazıram. Baxın, hidrogen üstəgəl oksigen alınır su. Nə bilim, nə yazım? Karbon üstəgəl hidrogen alınır CH4. CH4 üstəgəl oksigen alınır karbon qazı və su və s. İndi bunlar deyir eksotermikdir, yoxsa endotermik. Mən də cümləmi belə dedim ki, harda birləşmə reaksiyası görsəz, harda yanma reaksiyası görsəz, hökmən eksotermikdir. Mən də baxıram ki, bu bir dənə maddə alınıb. Əlbəttə ki, birləşmədir. Bu həm birləşmədir, həm də maddənin üzərinə oksigen gəlirsə ilk anlayışlarda keçmişdik, həm də yanmadır. Bu həm birləşmədir, həm də yanmadır. Fərqi yoxdur, ikisindən biri olsun, ya birləşmə olsun, ya yanma olsun, ya hər ikisi bir arada olsun, hökmən eksotermik reaksiyadır. Bu reaksiya birləşmədir. Amma yanma deyil ki, maddənin üzərinə oksigen gəlməyiblər ki, bu yanma deyil. Sadəcə birləşmədir. Olsun da, birləşmə və yanmalar hamısı eksotermik reaksiyalardır. Buna baxın, maddənin üzərinə oksigen gəliblər, yandırıblar. Bu yanmadır. Amma birləşmə deyil axı. 2 maddə alıb. Bu sadəcə yanmadır. Yanma və birləşmə reaksiyaların hamısı eksotermik reaksiyadır. 2 dənə istisnamız var, buradan yazacağım. Azot üstəgəl oksigen alınır NO. Azotla oksigen girəndə alınır NO. Bu azotun yanması yox, əzbər bilək. Azot oksigende yanmır. Azot oksigende oksidləşir. Buna şimşəyin çaxma reaksiyası da deyilir. Bu reaksiyanın baş verməsi üçün bu reaksiyaya 2000-3000 dərəcə istilik vermək lazımdır. Yəni mən o istiliyi daxilinə verirəmsə, bu endodur da bu. Bu yanma reaksiyası deyil, amma birləşmədir. Biz dedik ya, birləşmələr müsbət Q olmalıdır, amma bu istisnadır da mənfi Q. Bir də karbon üstəgəl S alınır karbon S2. Yanma deyil, sadəcə birləşmədir. Axı birləşmələr müsbət Q olmalıdır. Karbon disulfidin əmələ gəlməsi ilə NO-nun əmələ gəlməsi birləşmə olsa da, bunlar müsbət Q yox, mənfi Q'dur, endotermik reaksiyalardır. Dediyimiz kimi parçalanma reaksiyası, harda bir parçalanma reaksiyası görərsinizsə, harda hökmən parçalanma reaksiyası karbon üstəgəl oksigen parçalanma harda görsəz, hökmən mənfi Q'dur. Amma 3 dənə istisna var. Bax, bunlar başdan xarab reaksiyalardır. Nə mənada? Elə bir ki, bütün birləşmələr müsbət olur, amma bunun birləşməsi mənfidir. Bütün parçalanmalar mənfi olur, amma bunun parçalanması N2 üstəgəl O2 parçalanmalar mənfi olduğu halda bu müsbət Q'dur da, başı xarab olub da, qaydaya uyğun getmir. Karbon S2 alınır, parçala, karbon üstəgəl S. Bütün parçalanmalar mənfidir, amma bunun parçalanması müsbətdir. Bir dənəsi də var, bunu sonra keçəcəyik. NH4 2 dəfə, xrom 2O7. Bu amonium dixromatdır. Azot dərsində keçəcəyik. Azotun laboratoriyada alınmasıdır. Bu zaman alınır azot, üstəgəl, xrom 2O3, yəni xrom 3 oksid, üstəgəl su. Axı parçalanma mənfi olmalıdır bütün parçalanmalar. Amma bu 3 dənə istisnaları əzbər öyrənməliyiz ki, bu 3 dənə parçalanma müsbət Q ilə işarə edilir. Sonra sizə nə deyəcəkdik? Buna aid başqa bir şey deyək. Məsələn, verilir ki, diqqətlə mənə qulaq asın. Məsələn, verilir ki, deyək ki, natrium 0-dan natrium müsbət 1, ortada da verilib mənfi. Belə bir şey verib.
Sonra da verib ki, fluor verək də. Fluor sıfırdan nə verək? Fluor mənfiyə. Deyir, bunların hansı eksotermik, hansı endotermik reaksiyadır? Mən də nə deyirəm? Təbii ki, müsbətə gəlib. Müsbət nə zaman olur? Atom nə zaman müsbətə çevrilir? Elektron verəndə müsbətə çevrilir. Burada elektron vermə var. Bax, elektron vermə var. Amma atom nə zaman mənfiyə çevrilir? Elektron alan zaman. Burada elektron alan zaman. Almaq, yəni birləşdirmək deməkdir. Elektronu özünə alıb, elektronu özünə birləşdirib. Biz də bayaq dedik ki, birləşmə reaksiyaların hamısı, təbii ki, istisnamızdan başqa, eksotermik reaksiyadır. Yəni, burada elektron alma var. Alma var, alır özünə birləşdirirsə, müsbət küydür. Burada elektron alma olmadı. Verdi, əksinə parçaladı, elektron vermə varsa, bu onda mənfi küydür. Və yaxud verilir ki, 2 dənə xlordan alınıb, nə verilir bizə? Xlor 2 və yaxud əksinə verilir. Xlor 2-dən 2 dənə xlor. Mən də nə deyirəm? Deyirəm ki, 2 dənə xlor birləşib, xlor üstə gəl xlor. Alınıb xlor 2. Yəni bu birləşmədir. Təbii ki, birləşmədə eksotermik reaksiyadır da. Amma burada nə baş verir? Xlor 2 molekulu parçalanaraq 2 dənə xlor əmələ gətirib. Yəni bu parçalanmadsa, parçalanmalar əlbəttə ki, mənfi küylə işarə edilir. Sonra nəyə baxaq? Sonra baxın, belə bir şey deyək. Biz bilirik ki, ilk anlayış dərsindən maddənin bərkdən mayeyə gəlmə halı var, mayədən qaza gəlmə, mayədən bərkə, mayədən qaza, bərkdən birbaşa qaza, qazdan birbaşa bərkə. Deməli, bərkdən mayəyə gəlməni keçmişik ki, ərimədir, mayədən bərkə gəlmə donma və ya kristallaşmadır, mayədən qaza gəlmə buxarlanmadır, qaynamadır, qazdan mayəyə gəlmə kondensləşmədir, qazan qapağı demişdik. Bərkdən birbaşa qaza gəlmək sublimasiyadır. Sublimasiya ilə yod, quru buz, naftalin və fosfor misal göstərmək olar. Qazdan bərkə gəlmək isə desublimasiyadır. İndi biz bunları niyə indi deyirik? Deyir ki, bunların hansı eksotermik reaksiyadır, hansı endotermik reaksiyadır? Bir düşünək, bunları əzbərləmirik biz. Deyirəm, maddə bərk al. Məsələn, buzdur da. Buzu mən suya çevirmək üçün nə etməliyəm? Buzu çıxarıb isti şəraitə qoymalıyam da. Yəni, mən buza istilik verməliyəm. Mən onun daxilinə istilik verib əridirəmsə, mən onun daxilinə verirəm. Endodur da, daxilə. Endotermik reaksiyadır. Və yaxud mayedir, sudur. Mən buxarlandırmaq, elə bir çay qaynatmaq istəyirəm də, buxarlandırmaq istəyirəm. Nə edəcəm? Təbii ki, buna istilik verəcəm. Məndən istiliyi udur. Bu da mənfi küydür. Bərkdir, buzdur, qaza gətirmək istəyirəm də, deyək ki, bərkdən birbaşa qaza. Bərkə nə edəcəm? Mən istilik verəcəm ki, buxarlanma getsin də. İstilik verəcəm mənfi küydür. Yəni, yuxarıların hamısı mənfi küydür, udulmadır. Aşağılar hamısı müsbət küydür. Proba baxın. Mayədən bərkə gətir. Sudur. Suyu buza gətirmək üçün. Mən bəyəm suya istilik verirəm ki, suya istilik versəm buxara çevirilər axı. Mən əksinə sudan olan qalan istiliyi ayırıram, çəkirəm ki, soyuma getsin. Ayırmaq da müsbət küydür. Həmçinin qazdan maye gətirmək. Qaz daha isti formadır da. Onu maye gətirmək üçün, biraz soyutmaq üçün bundan istiliyi almaq lazımdır. Bunları da əzbər bilək. Sonra bundan başqa uşaqlar bizə məsələn deyir ki, əmələ məsələn verilir ki, deyək ki, bərkdir, mayedir, qazdır. Belə bir şəkildə verilir. Deyir, əmələ gəlmə istiliyi hansında çoxdur? Bir düşünün görüm. Əmələ gəlmə istiliyi haqqında birazdan danışacağıq. Və bu əvvəlcədən əmələ gəlmə istiliyi haqqında deyək sonra. Baxın, istilik effekti dedik, məsələn, hər hansı bir reaksiya yazıram da. Nə yazım? Yazım ki, maqnezium üstə gəl oksigen alınır. Maqnezium oksid əmsallaşdıraq. Reaksiyanın bax qarşı tərəfində, qarşı dediyim burada, bəzi uşaqlar deyir sonunda fərqi yoxdur. Əsas odur ki, qarşı bilim burada yoxdur, bu tərəfdə. Reaksiyanın qutaracağında yazılan rəqəm ola bilər 500 yazılıb, 1000 yazılıb, hər nəsə yazılıb. Ola bilər Q ilə işarə edilib. Fərqi yoxdur, lap Q yazaq. Mən müsbət niyə yazdım? Birləşmələr, yanmalar axı müsbət Q-dür. Yəni, yenə deyirəm, müsbət 1000 də ola bilər, qabağında nəyisə yazılıb. Reaksiyanın qarşısında yazılan ədəd istilik effektidir. Bax, desəm ki, bunun istilik effekti nəyə bərabərdir? Bu reaksiyanın istilik effekti müsbət Q-yə bərabərdir. İndi entalpiya nə deməkdir? Entalpiya delta H ilə işarə edilir. Entalpiya istilik effektinin əks qiymətinə bərabərdir. Yəni, mənim istilik effektim məsələn müsbət Q-dürsə, mənim entalpiyam mənfi Q olacaq.
Və ya entalpiyamız mənfidirsə, onda Q'müz müsbətdir. Yəni mənim entalpiyam nəyə bərabərdir? İstilik effektimin əks qiymətinə. Mənfi Q'ya bərabərdir. İstilik effekti bax burada yazılandı. İstilik effektin əks qiyməti onda entalpiya adlanır. Hətta bir şey deyək. Məsələn, bizə verilir ki, delta H sıfırdan böyükdür. Bu eksotermik reaksiyadır, yoxsa endotermik? Düşünürük ki, əgər delta H sıfırdan böyükdürsə, yəni o demək ki, delta H müsbətdir deməkdir də. Delta H müsbətdirsə, bunun Q'su mənfidir. Q'su sıfırdan kiçik deməkdir. Q'su mənfidir. Mənfi Q nə deməkdir? Endotermik reaksiyadır. Və ya delta H sıfırdan kiçikdirsə, yəni bunun H'ı mənfidir də, sıfırdan kiçikdir. Onda əksinə Q'su sıfırdan böyük olacaq. Yəni Q'su müsbətdir. Bu eksotermik reaksiya deməkdir. Bu istilik effektidir. İstilik effektin əks qiyməti entalpiya adlanır. İstilik effekti reaksiyanın qarşısında yazılır. Reaksiyadakı maddələrə görə hesablanır. Reaksiyadakı verilən reaksiyadakı kütləyə, qrama görə hesablanır. Amma əmələ gəlmə və yanma istiliyi nədir bəs? Əmələ gəlmə istiliyi 1 mol maddənin əmələ gəlməsi zamanı lazım olan istiliyə əmələ gəlmə istiliyi deyilir. Bu nə deməkdir? Əmələ gələn maddə hansıdır? Əlbəttə ki, budur. Fikir verin, 2 mol maddə əmələ gələn zaman Q kilojol reaksiyada elədir də. 2 mola görə Q kilojol istilik ayrılıb. Reaksiyanın özünə görə ayrılan istilik effektidir. Amma əmələ gəlmə istiliyi o demək ki, bəs 1 mol maddə əmələ gələn zaman nə qədər istilik ayrılar? 2 mola görə Q-dürsə, 1 mola görə Q böl 2-dir. Yəni əmələ gəlmə istiliyi nədir? 1 mol maddənin əmələ gəlməsi zamanı lazım olan istiliyə əmələ gəlmə istiliyi deyilir. Əmələ gəlmə istiliyini tapmaq üçün istilik effektini əmələ gələn maddənin əmsalına bölürük. Yəni Q böl 2 ilə işarə edilir. Niyə 2-yə böldüm? 2 mola görə Q-dür də. Bəs 1 mola görə neçədir? Əlbəttə ki, Q böl 2. Yanma istiliyi nə deməkdir? Yanma istiliyi 1 mol maddənin yanması zamanı lazım olan istiliyə deyilir. Mən də deyirəm ki, yanma istiliyi, yanan maddə hansıdır? Əlbəttə ki, maqneziumdur. 2 moluna görə Q-dürsə, bəs 1 moluna görə nə qədərdir? Yanma istiliyi də Q böl 2-yə bərabərdir. Deməli, istilik effekti reaksiyada verilən mollara görə, reaksiyada verilən kütləyə görə hesablanır da, buradakı mola görə. Amma əmələ gəlmə və yanma istiliyi isə, əmələ gəlmə və yanma istiliyi necə tapılır? İstilik effektini əmələ gələn maddənin əmsalına bölməklə əmələ gəlmə istiliyini taparıq. İstilik effektini yanan maddənin əmsalına bölməklə yanma istiliyini tapmaq olar. Bundan başqa nə idi? Məsələn, başqa bir üstün yazaq. C2H2 üstəgəl 5 mol oksigen alınır, 4 mol karbon qazı və 2 mol su. Verilir qabağında 2600. Deyir, bunun istilik effekti neçədir? İstilik effekti reaksiyanın qutaracağında yazılandır. Yəni, müsbət 2600. Entalpiyası neçədir? Entalpiya istilik effektinin əks qiyməti deməkdir. İndi deyir ki, karbon qazının əmələ gəlmə istiliyi neçədir? Bax, karbon qazının əmələ gəlmə istiliyini tapmaq üçün istilik effektini karbon qazının əmsalına böləcəyik. Yəni, 2600-ü 4-ə bölüb cavabını yazacağıq. Suyun əmələ gəlmə istiliyi neçədir? Bax, suyun əmələ gəlmə istiliyini necəm? İstilik effektini suyun əmsalına bölməklə tapacağım. Yanma istiliyi neçədir? Yanan maddə hansıdır? Budur da. Oksigen yanmır ki, bu yanır. İstilik effektini yanan maddənin əmsalına böləcəyik. Yanma istiliyi o deməkdir ki, istilik effektini yanan maddənin əmsalına bölməklə yanma istiliyini tapa bilərik. İndi istilik effektinə uyğun bir neçə dənə məsələ işləyək. İstilik effektinə uyğun deyək ki, primitiv bir şeylərdən başlayaq. 2H2 üstəgəl O2 alınır 2H2O. Deyir ki, məsələn, deyək ki, burada verilib ki, 576. Reaksiya özü bizə verir. Deyir ki, 8 qram hidrogen reaksiyaya girən zaman neçə kilojol istilik ayrılır? Məsələdə nə deyilir? İlk anlaşda necə? Üstünə yazıb hesablayırdıq da. Deyir, 8 qram hidrogen reaksiyaya girən zaman tez yazıram üstünə 8 qram. Neçə kilojol istilik ayrılır? İstiliyin üstünə neçə kilojol yazıram belə. Qramın altına bunun qramını yazarıq. Yəni 4 qram. Kilojolun altına reaksiyada kilojol 576. Deyilənləri üstə yazılır. Deyilənlərin altından reaksiyadakılar. Qramın altına qram, kilojolun altına reaksiyada kilojol. 2 dəfə artıb
Təbii ki, bunda 2 dəfə artırıb cavabın yazacağıq. Və yaxud başqa bir məsələ deyək. Yenə deyək ki, 2H2 üstəgəl O2 alınır 2H2O. Bizə deyir ki, 1 mol hidrogen yanan zaman, test üstündən yazıram. 1 mol hidrogen yanan zaman, məsələn deyir ki, nə bilim 100 kilojol deyək ki, istiliyə ayrılır. Deyirəm 100 kilojol bəzən uşaqlar götürüb bura yazırlar 100 kilojol. Bura bilirsiniz nəyin? Məsələn bura yaza bilmərəm. Niyə? Bura mənim istilik effektimin yeridir. Mən istilik effekti yerinə nətər gətirib qoyaram? Desək ki, bu reaksiyanın istilik effekti 100-dür, gətirib bura yazaram. İstilik effektini demirik. Deyilənlər axı üstdən yazılmalıdır. Mənə deyir ki, 1 mol hidrogen yanan zaman deyək ki, 100 kilojol istilik ayrılır. Buradan yazıram ki, 100 kilojol istilik ayrılır. İndi sualı mənə deyir ki, suyun əmələ gəlmə istiliyini tap. Mən suyun əmələ gəlmə istiliyini tapmaq üçün gərək istilik effektini bilim ki, neçədir qabağından. Ondan sonra 2-yə bölüm, suyun əmələ gəlmə istiliyini tapım. Molun altından yazacağam ki, 2 və 2 mol. Molun altında reaksiyadakı mol. Kilojolun altından bilmirəm də, reaksiyadakı kilojol. Bu 2 dəfə artıbsa, tənasübdə bu da 2 dəfə artar. Deməli, bu reaksiyanın istilik effekti neçədir desə, deyəcəm ki, reaksiyanın istilik effekti 200 kilojoldur. Reaksiyanın istilik effekti reaksiya əsasən tapılır. Yəni 1 mola görə özü deyir 100-dür. Görün bu 2 mola görə bunun qabağında neçə olub? 200. Mən bunun istilik effektini tapdım 200. Bəs əmələ gəlmə istiliyi neçədir? Əmələ gəlmə istiliyini tapmaq üçün 200-ü 2-yə bölüb, deyəcək əmələ gəlmə istiliyi 100-ə bərabərdir. Və yaxud mənə deyir ki, maqnezium üstəgəl oksigen alınır maqnezium oksid. Əmsallaşdırırıq birinci növbədə. Oxdur. Mən bu xəttim həmişə belə bu gündə olub uşaqlar. Deməli, mənə deyir ki, maqnezium oksidin əmələ gəlmə istiliyi 100 kilojoldursa, istilik effektini də tap, yanma istiliyini də tap. İndi baxın, mənə deyir ki, maqnezium oksidin əmələ gəlmə istiliyi 100 kilojoldur. Bu nə demək? Götürüb bura 100 kilojol yazma. Bura istilik effektinin yeridir. Deyir, bunun demir ki 100 kilojol istiliyə ayrılır, yuxarı yazım. Bunun əmələ gəlmə istiliyi 100 kilojoldur. Əmələ gəlmə istiliyi 100 kilojolu belə tapıblar ki, əmələ gəlmə istiliyi nə deməkdir? 1 mol maddə əmələ gələn zaman ayrılan istilikdir də. Əgər bunun əmələ gəlmə istiliyi 100 kilojoldursa, yəni 1 moluna görə 100 kilojoldur da. Mənə cümləni belə deyir. Görürsən bu 2 moluna görə nə qədərdir? İstilik effektini tapdım. Deməli, bunun əmələ gəlmə istiliyi 100 kilojoldur. Deyirəm, yəni 1 mol əmələ gələndə 100 kilojoldur. 2 mola görə neçədir? Eləyər 200. İndi sual mənə deyir ki, istilik effektini tap. Təbii ki, tapdım 200. Yanma istiliyini tap. Onda yanan maddənin əmsalına bölməklə yanma istiliyini tapmaq olar. Yəni, istilik effektinə aid elə çətin deyil uşaqlar. İstilik effekti çox rahat dərsdir. İndi biz Hess qanunu o birisi başlıqda izah eləyəcəm ki, dərslər bəzən çox görünür gözünüzə. Öyrənməyə can çəkirsinizmi deyək, narahat mı olursunuz? Ona görə biraz qısa-qısa çəkəcəyik. İstilik effektindən bu qədər. Qaldı bizdə indi birazdan Hess qanunu yerləşdirəcəyik. Hələlik uşaqlar.